LS400 Dubay bazarı üçün nəzərdə tutulduğundan ön oturacaq isidicisi yoxdur təəssüf. Məsələn, bizim ölkə qış aylarında soyuq olur, amma dəri oturacaqda üstəlik isidicisi yoxdur. Bu bir balaca narahatçılıq verə bilər. Amma maşın isindisə artıq çox da önəmi yoxdur. Şəhər şəraitində çox maraq çəkən bir avtomobildir. Ümumiyyətlə bizim yollarda bu tərz avtomobillərin bol olmağının tərəfdarıyam mən. Yəni ştampovka avtomobillərdənsə, sözümə görə məni bağışlayın, ştampovka avtomobillərdənsə bu tərz gəmilərin, laynerlərin olmağı daha möhtəşəm ola bilər. Yollarımızda qoy zövqlü sürücülər, insanlar daha çox olsun. Qiymətləri də elə də baha deyil, əlçatan qiymətlərdir bu avtomobillərin. Təəssüf ki, hal-hazırda artıq bu avtomobilləri ölkəyə gətirmək, gömrükdən keçirmək mümkün deyil. Mümkündür, amma yəni gömrük rüsumları əminəm ki, çox ağır bir məbləğlər olacaq. 4 litrlik mühərriki var, üstəlik də ili var bu avtomobilin. Amma inandırım sizi ki, 99-cu il istehsalı avtomobil olmağına baxmayaraq, bugünkü gün çox markaların, yəni sedanlarından heç də geri qalmır. İstər komfort, istər mühərrik baxımından, istər yanacaq tələbi baxımından bu avtomobil 92-ni rahat işlədir. Yəni hətta bir deyim var ruslarda ki, buna dizellə tözən işləyəcək. Yəni o qədər dözümlü mühərrikləri var ki bu avtomobillərin. Eləcə də transmissiyası 5 pilləli avtomat transmissiyadır. Rahat şəkildə bütün təzyiqlərə dözə bilir bu mühərrik də, transmissiyada.